Mən bir video çəkdim ki, çöldə qalmışam. Körpə evladımla, ailəmlə, həyatım məhv olubdur. Çöllərdə qalmışam. Bu videoda 280 bin baxış topladı. Bir dənə telekanal mənə bu gün zəng elədi ki, qardaş, videonu indi qarşımıza çıxıb. İndi bilmişik sənin dərdini. Zəng elədi ki, sabahlar müxbir göndərirəm, çəkiliş eləsin, səni studiyamıza dəvət eləyəcəyik, səndən maraqlanacaq, narahat olma. Digər telekanallara səslənirəm. Siz mənim videomu görməmisiniz, ya görüb keçmisiniz, bilmirəm. Amma vallah o bəzilərini gətirib efirə çıxardıb dərdini işıqlandırırsınız. Vallah onlar bizdən artıq deyil. Qazidən, veterandan artıq deyil. Yenə sağ olun, insanlara yardım edirsiniz, dəstək olursunuz. Amma arada bir bizlərə də olun. Mən həqiqətən pis vəziyyətdəyim. Mən bəziləri kimi çıxıb demirəm ki, mən ev istəyirəm, filan peşənin sahibi olmaq istəyirəm. Mən deyirəm ki, ev istəyirəm, amma pulla istəyirəm. Aya 300 manat ödəyim, ev sahibi olum. Çünki məhv olmuşam. Mən inanıram ki, mənim dövlətim də, qeyrətli xalqım da, millətim də, yəni bizləri boş keçməz. Bizi bu vəziyyətdə qoymaz.